Radionun Qızıl Fondundan. Hörmətli dinləyicilər, sizi Cəfər Cabbarlının Almaz piyesinin radyo tamaşasını dinləməyə dəvət edirik. Azərbaycanın uzaq bir kəndində məktəb binası. Almaz müəllimə həmin binada yaşayır. Almaz, yaxşı adlı bir qadını özü ilə bərabər evə gətirir. Almazın anası xanım Naz qızına müraciətlə deyir. Ay bala, səhərdən hardasan? Ürəyimin içini yemişəm. Düz bulaq başından gəlirəm ana. Gəlib bir görəydin. Elə bir miting düzəltmişdim ki, 6 kadın birdən özlərini yeni yola yazdırdılar. Ərizələrini yeyələrinə verdim. O qədər dua elədilər ki. Ağrın alım Almaz xanım. Qaş qaralır. Mən gedim. İnək gələr, qalar qapıda. Deyəsən ərin üçün çox darıxırsan. Ay yaxşı. Axı o kimi öldürmüşdü? Öz qardaş arvadını axtarsan arvadı öz əri öldürübdür. Ancaq qardaşının təqsirini o boynuna çəkmişdi. Haçanla yatır? İl yarımdır. Başına dönüb. Heç kəs bilməsin ki, mən buraya gəlmişəm. Yoxsa ətimi şişə tutarlar. Kim? Qaynım, lap elə ərim özü. Ərinki tustaqdır. Bugün sabah gələcək də. Qaynım araba ilə şəhərə gedib. Yoxsa mən bura gələ bilərdimmi? Almaz xanım, mən hiss edirəm ki, bu yaxın günlərdə öləcək. Böyük zəhmət çəkəcəksən. Ay qız, ölmək nədir? Ey Almaz xanım, yazılanı pozmaq olmaz. Vallahi qorxmasaydım, mən də özümü o yeni yola yazdırardım. Ancaq qaynım məni öldürər. Bu vaxta qədər o 2 adam öldürmüşdür. Get, kənd sovetinə şikayət elə də. Kənd soveti öz bibisi oğludur. Yaxşı, bir məsəl var. Bir qaçanın dizi ağrıyar, ağlayanın gözü. Ağlamaqdan zəncir qırılmaz. Mən getdim, sağ ol. Hoş gəldin. Yaxşı gedir. Camal müəllim gəlir. Almaz xanım, mən şəhərə köçürəm. Bu aralıq Barat və yoxsul kəndli Aftil içəri girirlər. Müəllimə, dəftər qələm hazırdır. Uşaqlar da yığışıblar. Dərsdən sonra özəyin iclasını çağırmışam. Çox gözəl. Barat gedir. Aftil çubuğunu doldurur. Camal, şəhərə köçməyinizin səbəbi nədir? Darıxdım Almaz xanım. Siz də hazırlaşın. Bəsdir daha, gedək. Bəs bizim vətəndaşlıq borcumuz? Vətəndaşlıq borcumuz. Onu şəhərdə də görə bilərik. Sən yaman idealistsən Almaz xanım. Nişanlı Fuad yaxşı deyirdi ki, mən vətəndaş olmaqdan başqa özüm üçün də bir adamam. Dünyada bir yol yaşayırıq Almaz xanım. Məncə Fuad belə fikirdə ola bilməz. Bu saat hər kəs öz papağını başında bərk tutur ki, alıb qaçırmasınlar. Siz bilmirəm nə qoyub, nə axtarırsınız. Bir də kənd deyəndə mən başqa cür düşünürdüm. Burada nə var? Nə var? Uçuq, sökük daxmalar, pəncərəsiz, işıqsız komalar, ocaq tüstüsündən göz çıxır, beyin çatlayır. Hazırlaşın Almaz xanım. Birbaş şəhərə. Mədəni adam belə yerlərdə yaşaya bilməz. Yox Cemal, mən getməyəcəyim. Necə getməyəcəksiniz? Fuad demədi ki, gələndə də sizinlə bir yerdə gəlib. Dostumdur. Sonra məndən inciyər. Bu saat bura bir vuruş meydanıdır. Cemal, siz isə bu meydandan qaçan bir fərarisiniz. Qurban olun Məhəmmədin şəriətinə. Qurban olun Məhəmmədin şəriətinə. Yaxşı deyiblər ki, Allah dəvəyə qanad versəydi, dünyada uçulmamış qan qalmazdı. Mirzə Səməndər hirsli halda o bir otağa keçir. Buna nə olmuşdur? İşiniz olmasın. Sonra da deyirsiniz sağlam qüvvə. Xarabalıqda avadanlıq axtarırsınız. Sağlam qüvvənin kənddə nə işi var? Taplar, kənd özü verəcəkdir. Budur, bugün 6'sı birdən yazıldı. Hara yazıldılar? Yeni yola. Yeni yol nədir? Kalxozdur. Şəhərdən maşınlar gətirmiş. Qiyamətdir. Siz işinizi qoyub başınıza cəncəl açmaq istəyirsiniz. Doktor Temurtaş yan otaqdan gəlir. Almaz xanım, bu daxlat haryadır? O təkliflərin hamısını kənd yılcağına verəcəyəm. Tanış olun. Doktor, bu mənim nişanlımın ən yaxın dostudur. Qonşu kənddə
müəllimdir. Ancaq indi qaçır. Bu da mənim ən yaxşı dostumdur. Camal müəllim. Teymurtaş. Cemal. Çoyaş. Fuada məndən çox salam yetirin. Baş üstə. Yetirəlim. Camal tərəddüdlü addımlarla otaqdan çıxır. Almaz xanım, bu adam mənə çox şübhəli baxırdı. Kim bilir, gedib sizin nişanlınız Fuada nə deyəcəkdir? Siz Fuadı tanımırsınız doktor. O ailə çərçisi deyildir. Belə xırda şeylərə fikir verməz. Fuadla məni dünya vuruştura bilməz. O məni çox sevir. Bəs siz Mən daha çox sevirəm. daha da xoşbaxt olasınız. Axşam olur, mən gedim. Sabah tezdən şəhərdə olmalıyam. Almaz xanım, bu da mənim şəklim. Sizin üçün yazmışam. Teymurtaş Almaz xanım üçün yazdığı öz şəklini qoyub gedir. Mirzə Səməndər gəlir. Ah, qurban olun Məhəmmədin şəriətinə. O şarvadları yaxşı tanırmış. Allah heç kafiri də bunların çənginə salmasın. Hı? Elə bir buna demirsən. Qulaq açmaq da istəmir. Mirzə Səməndər, kimə deyirsiniz? Necə kimə deyirəm? Mən bir başa düşə bilmirəm ki, bura klubdur, zavoddur, agitprovdur ya məktəb. Sən müəllimə, sən dərsini deyil. Bu maşınların məktəbdə nə işi var, hə? Mirzə Səməndər, Mən bir bilmək istəyirəm ki, burada müdir kimdir? Sən ya mən? sizsiniz. Bəs necə olur ki, piyanino haqqında maarif komissarlığından kağız sənin adına gəlir, hə? Çünki siz burada yoxudunuz, kağızı mən yazdım. Belə də iş olar. Müdür qalsın bir qıraqda, o bu gəlsin öz adını yazsın. Kağız onun bunun adına yazılsın. Mirzə Səməndər, o bir şey değildir ki. Ondan mənə nə isti olacaq, nə də yox. Ah, qurban olun Məhəmmədin şəriətinə. Yaxşı oturmuşdu arvadları öğün küncündə olmadı. Anam, bacım, bura klubdur nədir? Soprov gedir, Kosmolko gəlir. Agitprov gedir, Kalxoz Center gəlir. Bura zavoddur nədir? Döndərmirsən buranın zənənə hamama. Gündə bir dəstə arvadı yığırsan, diki deyəsən, diki deyəsən, diki deyəsən, hə? Bu işdə siz özünüz kömək etməkdəsə giyinirsiniz. Çox təəccüb. Anam, bacım darısqallıqdır. Elə bugün maşınları buradan çıxart. Müdür mənəm ya yox. Bu məktəbin ixtiyarı məndədir ya yox. Çıxart maşınları buradan. Çağır getdi. Axı yer yoxdur. Yaxşı, bu uşaqlar nədir salmısan kəndin küçələrinə, hə? Mən bilmirəm. Mən gəlincə məktəbin binasını boşalt və salam. Mirzə Səməndər gedir. Aftil dayı, get Baratgilə de ki, hamı yığışanda mənə xəbər eləsinlər. Baş üstə. Vallahi geceler korkudan gözüme yuxu getmir. Kənd içində min cür söz danışırlar. Sənə demirəm ki, qorxarsın. Nədən qorxacağam ana? Keçən il deyirlər buraya bir agronom gəlib çıxmışdı. Bilmirəm nə deyir, nə denir. Bir gecədə elə itirirlər ki, indiyə kimi də meyidi tapılmır. Şərif, yaxşı vaxtında gəlmisən. Yığıncaqdan nə xəbər var? Ha, Almaz hanım, yığıncağı təyin etmişik. Özünü hazırlaşdır. Mən hazıram Şərif. Ay bala Şərif, qurbanın olum. Qorxuram qızcığaza bir xətər toxunmaz. Ay ana, sən nahaq yerə belə təşvişə düşürsən. Hala, sen hiç bespakoysa olma. Ben özüm burada. Her şeyi sübutanlı, dokumentanlı düzeltirim. Allah atana rəhmət eləsin. Ve hem diğer inşallah. Bir de bilirsen ne var hala? Kətlərin gerek çəmini biləsən. Elə ki çəmini bildin, vur qapazı başına, al çöreği elinden. Qurtardı gitti. Varlı kəndli Balarza öz arvadı Gülxanımın əlindən tutub sürüyərək otağa girir. Ergel çöpey olun. Ergel çöpey olun. De görüm sen kim ya? Hadi Mirzə Səməndər, Mirzə Səməndər. Gel bilirsen, ne var ha? Ne olmadı ha? Ne olmadı ha? Ne olmadı? Gel bilirsen. Şərif, bağımsız ağında yazılıbdır. Kimdir məni çağıran? Mənəm çağıran. Mən bir bilmək istəyirəm ki, Mirzə Səməndər sizi bu kəndə nə üçün göndəriblər, hə? Uşaqlara dərs demək üçün. Rəhmət atama, daha başqa bir işləki rücuhunuz yoxdur. Xeyr, əstəğfurullah. Yaxşı, bəs bağımsız ağında yazılıbdır ki, əri kalxoz olmasın, arvadını toğlayıb aparasan, hə? Zıqqıldama köpoyonun qızı. Kəblə balarsan. Vallahi, billah, mənim bu işdən heç xəbərim yox. Xub, bəs bunu hansı aramdan eləyib? Kendi çaqlaşdırıb biri-birinə. De görüm itin balası səni kim yazdı? O yazdı. De
dedi ki sana çit verecek. Devlet elədi onu diyen atasıyla, arasıyla, cep akrabasıyla. Ne oluyor be? Ne oluyor be ya? Yaşlı değil akı. Burada zena xeylağı vardı. Sen bir spakoysun, ben sana işi subutalini, dokumentalini danışmadım ya. Yok, koy desin görüm hangi zavgın ile arvadı erinden ihtiyatsız kalfaz eləyim. Bala Rıza dayı, mən ki senin arvadını yaman bir yola aparmıram. Sen bir yaxşı fikirləş, bu onun öz faydasıdır. Hem okuyacak, hem de kazanca çatacak. Sen apar o kazancı öz atın. Babamın cep akrabanın kapısına cala girer. Kəblə Rıza, qurban olum sənə. Uşağıma acıqlam. Uşağımın canı çıksın, dinç otursun. O gelip ayran içmeye, gelmeyip araşmağa. Hükümet için erişte doğruyum. Benim arvadıma dil vereni, dilini boynun sapından çekip çıkardarım. Neçə vaxtdır buradayım. Görmüsünüz beni belə işlərə qarşı, ha? Benim borcum böyüklük işiydi, hamıya hürmet etmektir. Neyime gerek xalqın işine qarşın? Müəllim babayam, dersimi deyirəm, Allah'ıma şükür edirəm. Siz öz vətəndaşlıq borcunuzu bilmirsiniz. Şahqaz qırtma! Senin kimləri çok görmüşük. Vətəndaşlıq borcu. Bu zaman yaxşının qaynı İbad acıqlı içəri girir. Sen arasın. Bundan sonra gerek babamızın asrak buna, özünüz de leşet bağlayak. Bir karış boyuyla şehir elden sabır, inde gelip çıkıp bura, dünya alemi salıp laflak ya. O itin kızı buraya gelmişti mi? İvada oluyor. Sen bir spakoysun, ben işi subutalini, dokumentalini soruşuyorum, sen de bir adam da. Spakoysun yine de. Sen öyle sen arvatların elinde kalmamışsın. Poz mu saat sene değil? Sizin onu zorla pozdurmaya hakkınız yoktur. Beni bana salma poz değil. Pozar, bu saat pozar. Mənə də ibad deyərlər. Həzrət Abbas haqqı, bu üzü qıbla haqqı. Əgər biləm, o bura gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu papaq olmasın, lap arvad leke olsun. Dimən getdim. Gəl balam, Bilmirəm, yığıncağı yenə çağıraq ola. Diyende dinc otur, xalqın forsuna deyir. Canım, mənə nə düşüb xalqın işinə qarşım ki, axırda da yaman kişi olun. Can onun, cəhənnəm tanrının. Onunki elə odur ki, yazasan bir ərzəsini, alasan malını. Yesən malını, çıxardasan canını qutardı, getdi. Vətəndaşlıq. Bu xalq da senin kimi vətəndaşdır da. Vətəndaş. Kənd sovetinin qabağı 5-6 nəfər baş-başa çatıb söhbət edir. Sonradan adamlar bir-bir, iki-iki gəlirlər. Kəndin qolçamağı Hacı Əhməd də onların arasındadır. Deyəsən bu kız doğrudan da gelene oxşamır Bala Rıza. Hacı, ona elə bir düdəməyə indi gəlmişəm ki, yığıncağa ayaq basmaz. Sənin üçün Bala Rıza elədir. Təcrübə eləmişəm. Yumruq çəkənin qabağına çonmaqla çıxmasın, deyər qorxdu. Ancaq bu hələ təzə cülus eləyir. Gərək bir görək sözünün əsli məğzi nədir? Belədir Aybad. Sən öləsən Hacı. Elə Allah eləyirdim ki, ağzını açıb bir söz desin. Amma paddesini gör ki, dodağını dodağından ayırmadı. Heç tələsmə. Canı üçün gec, tez başı dəyər əlhət daşına. Ancaq hələ bir dişimizə vuraq. Bəlkini boşunu bilək. Bəlkə elə yola yaxındır. Olmasa, yenə də ağa durub, ağacan durub. Belədir ya, qeyri belə. Yox Hacı, mən o qızda gördüyümü görmüşəm. Bəs Molla Subhan gəlməyəcək? Yox, Molla Subhan qoy hələ gəlməsin. İşi korlar. O öz məsələsinə arifdir. Ocaq qulunun dərsini verib göndərər. Əşi, Ocaq qulu iki eşyənin arpasını bölə bilmir. Odur, Baloğlan gəlir. Əşi, Baloğlan lap arvad mərk adammış. Dünən deyirlər, almaz elə ki döyüb ayaqlarını onun üçün yerə, özünü itirib, az qalıb yıkılsın əl ayağına. Sözü dəyişin, alt ildə gəlir. Salam əleykum Hacı dayı. Aleykümselam. Balam, pəs bu iclası haçan başlayırsınız. Hələ bir durun görək, bəlkə heç gəlmədi. Deyirlər, naxoşdur. Akilər, ağzında sizə nə deyirəm?
Daha o buralara gelmez, o öz fitini başa düşübdür. Heç elə şey yoxdur. Vallahi deyir kasıbla işim yoxdur. Amma dövlətlilərin dərsinə saman tüpəcəyəm. Bizə nə var? Bizim də bir qarnımız var. Necə çalarlar, elə də oynarıq. Yox canım. Yox, lap elə də deyil, yox. Deyir ölkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan keçəcək. Salam aleyküm. Buyurun. Zəhmət çəkmə, mən burada əyləşərəm. Elə bilirsən onun əsli dediyi nədir? Bu vaxta qədər deyir, arvatlar kişilərə tabidir. İndi gərək kişilər arvatlara tabi olsun. Bildin? Ne diyor? Bravo, çalacak güzel, bir. Siz hala bispakoys olun. O kişinin kızı hala öz sözünü sübutalını, dokumentalını deyip kurtarmıyor. Bu saat hamı karanlık kuyuya taş atar. Bir ay bundan qabaq, bilmirəm nə oldu. Arvada bir sillə vurdu. Adam yolu. Gördüm mənə deyir ki, nə bilim mənim deyir, hüququmu, bilmirəm neyini. Ne? Ya, hüquq zağında, deyir zağında arvadı vurmağa palağayız yoxdur. Yaxşı, o bunu hardan bilir, hə? Gündə bu bulaq başıdayıb bu arvadların canı. De ki deyəsən. Biz də səməndər, buyur. Hacı zəhmət çəkməyin, mən elə burada otururam. Canın üçün olmaz, lap bu tərəfə. Ya Allah. Ya Allah. Necəsən, yaxşısan ki, dünən uşaqlar yaxşı şit yağ gətirmişdilər. Canın üçün elə eyranı axırdı. Dedim, ay uşaqlar, ondan 5-6 girvənkə Mirzə üçün götürün. O belə şeylərin xiridarıdır. Getirmişler hacı, payınız artıq olsun. İnsafən yaxşı yağdı. Hacı xəcalət verirsiniz. Kişi işində yox, nə xəcalət. Deyir, dünya belə gəlib, belə də gedəcəkdir. Qazanıblar yemişik, qazanırıq yesinlər. Bugün mən sənə əl tutaram, sabah sən mənə. Mənim əlimdən bu gəlir, sənin əlindən bir başqa şey. Bilirsən hacı, hər işin öz adamı vardır. O qalxozdur, bilmirəm nədir ha, onun da öz adamı vardır. Məsələ qalxozda deyil, belə onu deməsinlər ki, sən yer əkmisən, heyvan saxlamısan, ya bağ salmısan. Götürüver, cürübbü xuda ver deyə. Bəs onda cürübbü xuda verdi, nə yesin? Nə yesin? Canı çıxsın, işləsin. Yani bu Allah anlamır. Nece oldu ki Hacı Ahmet'e 100 koyun verdi. Cürübbü huda verdi, bir kotur keçi de vermedi. Mən nə bilim necə oldu? Ona göre ki o yerin adamıdır, o da o yerin. Xeyr ha, o köhnə nağıllar sənin üçün qalsın. Elə nə üçün? Elə değilsin. Hele belə üçün. Bunlar hamısı hikmettir. Hikmete sorgusu var yok. Odur gəlir. Görünür orada yığıncaq varmış. Dəstəklə gəlin. Odur yenə də salıb o uşağı dalınca. Tuman dizdən yuxarı, baldırlar da ki iliklisli kimi işıq salır. Sən öyləsən, mən demişəm. Dünyanın axırıdır. Məxluq papağı işsi soyuq içini qoyur. Almaz gəlir. Baloğlan iclası açır. Yoldaşım, danışır sizin kendi müəlliməsi. Hansı ki bir neçə işler var. Buyursun. Yoldaşlar, mən bilirəm ki, bu kətdə mənim dilimdən və mənim haqqımda bir çox əsassız sözlər danışılmaqdadır. Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. Ona görə də biz deyirik ki, kütlə bizim fikrimizi aydın bilsin. Bizim fikrimiz kütlənin fikri olsun. Heç bir şey örtülü qalmasın. Yoldaşlar, mən özüm bu kətdənim. Biz razı olmamalıyıq ki, başqa kəndlər tərəqqi edib varlandığı halda bizim kəndimiz geridə qalsın. Ya Allah, yaxşı. Sen hele bir onu mənə de görün. Her binanın bir ustası ve her məxluqun bir xaliqi var, yok. Hoca Kudel. Eşten, sen müsbakoy soyun ha. Onları sen müzakirede danışalım. Hadi danış. Müzakirede danışalım. Boy gören kişinin kızı ne değil de. Bizim çalıştığımız kəndin əməkçiləri içindir. Biz isteyirik ki, kəndimizdə yoxsul qalmasın. Bütün yoxsullar varlansın, mədəniləşsin. Bugünkü yürüşdə sağlam bir əskər kimi yeriyə bilsin. Barakallah kişi kızı. Barakallah. Aferin.
Halal olsun sənə anadan əmdiyin süd. Əsli proqram elə sən deyəndir. Söz elə budur ki var. Həzrət, ya Allah, mən ondan sual eləmək istəyirəm. Hər binanın bir ustası var ya yox. Söz ona. Sözlü de bacı kızı. Əsli söz elə sən deyəndir. Sən ki bu yolu ilə, bu əda ilə bizə yaxın gəldin. Biz kəndlilərin bütün malımız, canımız sənə qurbandır. Pul qoymaq, kömək eləmək bizdən, bina qoymaq, tədbir tökmək səndən. Yaşa, yaşa qızım, yaşa. Yoldaşlar, sakit olun. Almaz xanım, hansı ki bir neçə məsələləri bizim için aydınlaştırsın. Buyursun. Yoldaşlar, bizim kadınlarımız cemiyetin ileri yürüyüşünde aksayırlar. Ocaq qulunun qatırı kimi. Hatırı aksa olanı atasına davranır, sonra da yana Biz kadınlarımızı kafeste saklayan elleri kırmalı, kadını azatlığa çıkartmalıyız. Sən öz dərdini çək. Bizim arvadlarımızın dərdinə qalma. İbad, mən ölüm heç dinmə görək sözünün axırı hara çıxır. Doğru söz yazı olaraq. Həzrət, mən bu yığılan cemaatdən sual edirəm. Hər binanın bir ustası var ya yox, bizdə kənd. Atam qoyun sözünü yesin də, arvad olanda nə olar söz danışır axı. Varlının bir atını alıp bir yoksula, iki koyununu o biri yoksula vermekten bir şey çıkmaz. Bundan yoksul varlanabilmez. Orakallah, aferin. Bu vaxt Hacı Əhməd Almasın anası xanımnazı görüb yanına dəvət edir. Bacı, uzaqda dayanma. Buyur, yaxında otur. Yol verin bacıya. Əmdostu deyil o. Əmdostu gel keç ötemini bu ne? Keç kızımın yanına. Yoldaşlar, bu barədə sonra ətraflı danışarıq. İndilik əməli işə keçək. Yeni yol arvatlar üçün bir yum birliği düzəltmişdir. Bizim arvadlarımıza nə əlçək? Dayan, ayıbat. Bir yaxşı başa düşək də. İkinci, meyve birliği düzəldirik. Burada kişilər də, arvatlar da işləyə bilərlər. Bunlar için kurslar da açılır. İsteyenler yazıla bilərlər. Hamı yazılar. Mən yazılmışam. Bunların yazılması için çok şey de lazım değildir. Birce kendin altındaki Hacı Əhməd bağı bu elliye verilerse hələlik bəsdir. Kəndli maşının mənfəətini görərsə sonra özü işe girişər. Necə bacı kızı? Səhərdən yaxşı gəlirdin. Ancaq burada biraz dolaşdırdın. Ya mənim qulağım yaxşı eşitmədi, hə? Mən deyirəm, bağ meyvəçilik üçün alınsın. Mənim bağım? Bilmirəm, ona Hacı Əhməd bağı deyirlər. O bağ mənimdir axı. Mən bilmirəm, biz kənddə olan hər bir şeyi cəmiyyətin bilirik. O bağ kollektiv üçün alınmalıdır. Bir de yoldaşlar, yoldaş Baloğlan bəlkə də özlüyündə yaxşı adamdır. Ancaq bu iş üçün zəifdir. Mənim yanımda 5-6 arvad ona şikayət vermişdi. Lakin o bir iş görməmişdi. Ya da görmək istəməmişdi. Mən deyərdim ki, bir vətəndaş kimi o öz nüqsanını bilib istifa etsin. Necə, yoldaş mənim. Ben dahi sana söz vermirəm. Hadi Baloğlan atası yandı. Sen köyle kendi təzə dərs alırsan, kişi arvadını döyüb, benim ne diye bilərəm? Heç kəsin sözü yoxdur. Neynək, ayrısını seçərik. Arvad seçərik. Hacı dayı, demək sən də mənimlə bu yolla rəftar eləyirsən. Mən ki Allah'a şükür sənə bir yamanlıq eləməmişəm. Göz görə bağım istəyir salsın içəri, ağzını açmırsan. Sən nə bilirsən açmıram. Sən bir diyan, gör açıram açmıram da. Yaxşı da, tutarsan məni, tutaram səni. Sən bir diyan, mən onun ağzını elə yumum ki, özü də afərinsin. Yoldaşlar, daha bəssin. Yoldaş mən, sözünü qurtar. Dahi mən sənə söz vermirəm. Nasıl ki, biz bakıp görürük ki, doğrudan doğruya sen bu kəndə məxluq salmaq istəyirsən. Hansı ki istəyirsən, kəndləri biri-birinə salışdırasın. Sənə nə toxundu, hə? Doğru söz acı olaraq. Yoldaş, sen de çok danışma. Hadi, sənə də qolsaval deyiblər, havalanmışsan, hə? Ay zaman, daha papağını eşin qoyubsunuz. Sizdə ki qeyrət olmadı. Qoy mən qeyrət yolunda gedim simirəm. Həddini bil o tək deyil. Hadi, Tula, məni tutursan, sənə də İbadəm, gel önünüze, gel göre hoca kulda.
Yoldaşlar sakin olun. Ay böyle olmaz akı. Hacı yeter verdi. O kapını açıyorum tez orada. Almaz hanım sen gel içeri, gel içeri. Hadi falan ola. Ay böyle olmaz akı öyle görme de. Bu nedir o da? Halkın kızını gündüzün orta çağı öldürme istiyorsunuz. Öldüreceğiz. Hadi dayan ha. Yeni yolun açdığı yum birliği. Bir-birinin yanında bir neçə dəzgah qoyulmuşdur. Gün batmaq üzrədir. Ancaq bircə dəzgahın yanında bir arvad işləyir. Xanımnaz içəri girir. Halı çox pozğundur. Sanki öz qızına baxmaqdan utanır. Ne var ana? Hiç ne? Kimi gördün? Hiç kesin. Gün ortadan beridir durmuşam kapı ağzında. Bu kadar arvattan birisini de görebilmedim. Hiç bu kişiden de geçmirler. Yəqin mənlə üz-üzə gəlməkdən utanırlar. Kendi ehli yığışıb 50 ile erze veriblər ki, ya bu kətdə biz kənd cemaati qalaq, ya da almaz. Bircə Şərif aqibəti xeyir qol çəkməyibdir ki, bu kişilikdən deyil. Şərif çox yaxşı adammış ana. Mən iş gözləməzdim. İşlək, çalışqan, xeyirxah. O gün olmasaydı, Allah eləməmişkən sənə bir sədəmə deyərdi. Dedim sənə, qatışma. İndi bizimle salam melek de etmeyi istəmirlər. Afdil için elə bir tədbir töküblər ki, ölüsü ölsə, heç kes bastırmağa da getməsin. Deyirlər, ne için hamısı öz arvadını kolxozdan çıxarıb apardı, o çıxarmadı. Görürsən, min cür söz deyirlər. Amma arvadını aparmır. Bu az iş değildir. Kentdir. Bir göz açırlar. Gəlmək olar. Kimdir? Bacı kızı mənim, Hacı Əhməd. Ala olan, içəri gəl. İbad gəlmədi. Yox. Mən qorxuram. Ne istiyorsunuz? Heç, elə belə gəldik baş çəkək. Oturmaq olar. Olar. İşlərin necə gedir? Her iş öz qaydasıyla gelir. Şükür Allah'a, şükür Allah. Əlbəttə, yaxşı getsə yaxşıdır. Prizumun qararını yağın keçdim sən. Eşitməmişəm. Qarar belədir ki, Almaz xanım, hansı ki məğlətə salır kəndə və cəmaat arasına, hansı ki neçə büdət işlərdə olub və kəndə dava salıb, hükümət onu müəllimlikdən çıxarsın və bir də Mirzə Səməndərdən razılıq kağızı yazsın və həmişəlik onu müdür elər. Nöşün ki, o can yandırır. Yaxşı qarardır. Yaxşı deyəndə ki, hamının yaxşı harası oldu. Hər halda sizin çünki yaxşıdır. Bilirsən bacı kızı, sən oxumusan. Allah başa can eləsin. Biz isə avamıq. Olmayıb da, bizim vaxtımızda olmayıb. Odur ki, sənin ayağın biləni bizim başımız bilməz. Belədir balı olan ya qeyri belə? Bəli. Belədir bacı kızı ya qeyri belədir? Mən bilmirəm. Yox bacı kızı, məsələdən boyunu qaçırma. Uzun sözün qıssası, biz səndən incimişik. Biz dedik, sən gələrsən, bizim damımıza dirək olarsan. Amma sən gəldin, başladın bizim üçün öküzü öləndən. Mənə bacı qızı Hacı Əhməd deyərlər. Mən bir adamam ki, iş düşmançılıq məqamına gələndə, yamanlığa gələndə gözümə patron sıxsalar ayaq geri basmaram. Bəli. Yoxsa Şərif, Şərif haranın adamıdır ki, mən dura mənim adamıma əl-altı link vursun. Özünü damına tərəfdar göstərsin, o yandan da Mirzə Səməndəri irəli çəksin. Onun öldüyü odur ki, birdən Hacı Əhməd Yabaloğlan dilbir elərlər, Almaz xanımı onun yerinə Sovetə katib keçirərlər. Onun ölümü budur. Elə nöş. Şura sədri mən də öyle. Məni də sabah düzəldim, qurtarsın, getsin də. İnşallah. Ancaq özü söz versin ki, razıyam. Yaxşı, bunların əvəzində mən nə etməliyəm? O elə bilir ki, güya bizim ondan bu barədə bir təmənnamız var. Yox canım. Yox. Vətəndaş Hacı Əhməd və vətəndaş Sovet sədri. Mən sizin sözlərinizi dinlədim. Mən hələ də uşaqmışam.
Mən indi bildim ki, dünyada 100 doğrudansa bir oğruya kömək etmək daha faydalıymış. Bugün sen ona yol açarsan, sabah o sene. Bəli də, əl-əli yuvar, əldən üzü. Ulan asın kendimizin mühteber adamları. İndi mən sizi çok güzel anlayıram. Bu vaxta tek mən kənddə azadlığa, yeniliğe, mədəniyyətə düşmən adam olacağını bir o qədər də inanmırdım. Lakin bu sağ əlimdən dəyən ilk daş mənə tarixi bir dərs verdi. Mən ilk dəfə olaraq qarşımda əsli düşməni, onun iki tırnaqlarını, bərəlmiş gözlərini, qıcırdayan dişlərini gördüm. Bacı kızı, düşmən deyəndə aya o düşmən kim olmuş ola? Kim? Siz. Biz? Siz ışıktan kaçan yarasalar, kendin kan damarlarını sorup geviren parazitler. Çok sağ ol. Buraya havalı olan. İş ki bu çilliye mindi. Gedər. Dayanın. Dedim ki, axı mən hələ doğrudan da uşaqmışam. Dolu baştansa dolu cib yaxşıdır. Siz mənə nağd nə verə bilərsiniz? Çok güzel. Onda 5 dakika gözle. Gedək söz gelişi evden gələk. Buyurun. Bana olan gel. Ana, al bu kağızı Barat'a ya da Şərifə ver. Ancaq sən bir kəlmədə danışma. Və mənim işlərimə heç qarışma. Eşitdin? Eşitdim. Xanımnaz gedir. Az sonra Şərif içəri girir. Əlindəki süd bardağını, kasanı və 2 fətri stol üstə qoyub, Almas ilə çox səmimi görüşür. Əsselam ey adı Almaz, özü Qonça dəhən zülfü sənə üzləri ahuyu qətən. Yenilik toxumu səfər, Almaz xanım, İnci xanım, Yaqut xanım, Brilyant xanım. Hoş gördük Şərif. Hardasınız? Çoxdandır ki görünmüşsünüz. Bu saat elə sizi görmək istəyirdim. Vaxtında gəlmişsiniz. Tək öydə ürəyim elə döyünürdü ki. Bunlar nədir? Ya Almaz xanım, bu biraz yağ, bu da qaymaq, bu da bir yağlı fətir kömbəsi çağ. Ancaq tazə xiyalə düşmüşəm. Qaşı hilali görmüşəm. Meyli cəmalə düşmüşəm. Almaz xanım, sən heç pes bakoy sorma. Mən nə qədər bu kənddə sovet katibiyəm, sənə zaval zad yoxdur. İş orasındadır ki, elə mən də səni sevirəm də, Almaz xanım. Şərif, mən sizi bir yoldaş kimi sevirəm. Mən də sizi zat kimi, şey kimi, zat kimi Almaz xanım da, Leyli kimi, Məcnun kimi, Əsli kimi, Kərəm kimi, Fərhad kimi, Şirin kimi, Ruhim kimi sevirəm Almaz xanım. Şərif, sizin ki arvadınız var. Arvad? Arvad cəhənnəm olsun, arvad nədir? Hə, Almaz xanım, bu sən bu kəndə gələn gündən arvadı boşadım getdi. Mən indi səni sevirəm. Bütün həyatım sənin. Şərif. Can. Əzizim, sevgi hər kəsdə ola bilər. Mən səni təqsirlandırmıram. Ancaq mən səni sən deyən kimi sevə bilmərəm. Mənim nişanlım vardır. Yox da Almaz xanım, siz bir bakoy olunuz. Görün mən sizi necə sevirəm? Şərif, əzizim, Allah ki, mən də onu sevirəm. Onsuz bir gün yaşaya bilmərəm. Ax, mən sizi ölümdən qurtardım. İndi sən mənim bu yaxşılığıma görə mənimlə belə rəftar edirsən. Şərif qucaqlamaq istərkən Almaz Şərifi qüvvətlə itələyir. Şərif kəlləsi üstə aşır. Bu vaxt Hacı Əhməd, Baloğlan, Barat, Xanımnaz içəri girirlər. Şərif durub paltarını düzəldir. Almaz çox həyəcanlıdır. Hamı mənalı baxışlarla bir-birinin üzünə baxır. Hacı Əhməd əli ilə Barat'a işarə edir. Barat, başına dönüm. Şərifin o dəftərlərini də dalıca at. Ana, Barat'ı çağır. Ay kızım, əvvəlcə əlindəkiləri qoy bir yana. Ana, git Barat'ı çağır. Barat, sen necə bilirsən? Bunlar kəndin möhtəbər ağsaqqalları və Sovet sədri. Mənə dilimi bağlamaq üçün 2000 manat pul verirlər. Bəsdir ya azdır? Bilmirəm. Sən özün bilən yaxşıdır. Məsləhət ver. Vallahi Almaz xanım, yenə də elə sən özün bilən yaxşıdır. Mən bilən?
Mən bilən belə yaxşıdır. Belə. Almaz kəskin bir hərəkətlə pulları onların üzünə çırpır. İndi gedə biləsiniz. Kənd sovetinə yaxın bir meydança. Şerif. Hacı hoş gördük. Bize sen gelmiştin. Ben gelmiştim. Bunu görmüşsün hacı. Şərif əlindəki qəzeti ona göstərir. Yok, ne var mı gel? Atası yandı. Gürum gümbaz gitti kellesi üstte. Hamısı sübutallı dokumentalli yerinde. Ne diyorsun ki? Canıncım, bir böyle şey olsa sabah Ebreş koçu kesilir. Ulan ben ejdehalarla çengelesirem. Türkü mülkü benim qabağımda neyniye bile? Bir danış görək necə olub. O her bir bala olan tapın. Sən elə bir iki kəlmə əsl maddəsini mənim üçün oxu. İndicə onlar da harda olsalar gəlib çıxarlar. Ama. Baştan yazılır. Kudurgan müellime. Sonra burasında baba yazır. Müellime kendin cavanlarını başına yığıp mektepte kep çekir. Ve min cür nalayık işler görür. Özü bir yana uşakların ahlakını da bozur. Barakallah. Oy barakallah. Atası yandı. Canıncım kestim Ebreş koçu. Hacı, hala gerçek kadın kaderin yoktu. İşi öyle düzeltmişim ki her kime yüz verir değiller ona ki yoldaş. Biz kendi ahlaka salan bir adamı müdafaa edebilmeriz. O gözü verelim. Biraz vere barakir oyan bu yan elediler. Ancak bir galet edebilmezler. O gözü verelim. Baloğlan və Ocaqqulu gəlirlər. Mən səhərdən sizi axtarıram. Oxumusan bunu? Bəli. Necə görürsən lələşin qələmini? Döşüne yatır. Bəli, qiyamətdir. Daha dirilən yeri zadı qalmayıb ki. Yox canım. Yox. Gürgürümbaz getdi. Ancaq o axır biraz məni aşmır. Axırında nə var məgər? O qəmisye məsələsi. Nə qəmisədir o? Oxu bir görüm. Ne, o bir şey değil hacı. Onu idareden yazıblar ki hacı. Ki bu işi tədqiq etmək üçün xüsusi bir qəmisə göndərsinlər. Yox, bu işi boş tutmaq olmaz. Gərək bir məsləhətləşək. Odur. Aşla gəlir ki. Aşla mansıdır. Öyle falakısı da. Gəlin daha bu yana. Dayan belli başı dayan göre o yanındaki şumalay olan kimdir? Yox, daha dayanmayın. Gedək bənd bərəni bağlayaq. Doktor Temurtaş və Almaz evə girirlər. Almaz xanım, demək siz sakit oturmaq fikrində değilsiniz, ha? İndi mən burada bir tustaq kimiyəm. Dünən mənə bildirmişlər ki, Sovet sədrindən icazə almamış kənddən çıxa bilmərəm. Fuada da adsız bir kağız yazmışlar ki, güya mənim otağımda bir kişi yaşayır. Onlar yəqin sizi deyirlər. Fuad da mənə yazmışdı. Temurtaş pərişan bir halda otaqdan çıxır. Bu vaxt yaxşı içəri girir. Sizə iki kəlmə sözüm. Yaxşı. Sən. Qorxmusan ki, bura gəlmişsən? İbad şəhərdədir. 2 gündən sonra gələcək. Daha səndən başqa bir adam tapmadım. Yenə də sənin yanına gəldi. Görək nə olmuşdur? Dar gün deyən. Mənə kömək elə. Sənə nə kömək lazımdır, yaxşı? Sən deyil, mənim əlimdən gələn kömək olsa əsirgəmərəm. Yuxarıda Allah, aşağıda sən. Sən mənim bu balama kömək elə. Bu uşaq kimindir? Mənimdir. Sabah ya o biri gün ərim də gələcək, qaynım da. Hər ikimiz ölməliyik. Bir Allah şahiddir ki, mən neçə gündür çalışıram. Onu tələf etmək istəyirəm. Ürəyimdən gəlmir. İndi də quyuya atmaq istəyirdim. Əlim varmadı. Almaz xanım, səni ant verirəm bu vaxtın sahibinə. Məni naümid qaytarma. Mən sənə nə kömək edə bilərəm, yaxşı? Bu saat mənim özümün də vəziyyətim çox ağırdır. Mənim də varlığım bu saat bir tükdən asılıdır. Axı, mən sənə necə kömək edə bilərəm? Mənə bir məsləhət ver. Bir yol göstər. Mən bütün dünyada rüsvay olaram. 9 aydır günüm gün deyil. Axırda da körpəmi öz əlimlə ördülməliyim. Yaxşı. Almaz xanım, dar gün deyəm.
ölüm qabağındayam. Bu süd əmər uşağa səndən kömək istəyirəm. Bizə kömək elə. Bu vaxt İbad içəri girir. İti baxışını almas ilə yaxşıya dikərək kimi addım-addım onlara yaxınlaşır. Diqqətlə gah birinə, gah da o birinə baxır. Sen burada ne eylirsin? Eşitmişsen? Bu uşak kimindir? Mənimdir. Sen uşağın onda ne gezir? Mən soruşmaq istəyirdim ki, bəlkə uşağı saxlamağa razı oldu. Soruşmak ayıp olmasın. Bu uşağın atası kimdir? O sizin borcunuz değildir. Uşağı yaxşının əlindən dartaraq bütün qüvvəsi ilə almasın üstünə atır. Gözün sakla. O senin için daya değildir. Dur hele! Şu poyuğunun kızı. Erim kızımattan çıkıp gelip seni kapıda gözlesin. Sen gel burada halkın atasız bizini oynadı. Onda bir təqsir yoxdur. Onu mən çağırtdırmışam. Hiç eybi yoktur. Senin de kulluğa yetişerik. Məktəb qabağında meydançada qoca arvadlarla küçük uşaqları, ocaq qulu, balarza və başqaları toplaşıb, hasardan, qapının deşiklərindən içəri baxırlar və tez-tez bir-birinə qaş gözlərini oynadıb gülüşürlər. Sındırır. Atamın oğlanın kızına bak. Vay zalimin kızı gördür ne sındırır. Cemile Fatma'sa benim gözlerim yaxşı seçmir. Kim sındırır? Ne sındırır? Ne sindirir? Ne sindirir? Ne olur? Gel. İçeride gene bir kıyamete bak. Vur çatlasın, tabak oynasın, sındırır. Daha böyle olmaz bana. Abrimiz gitti, hayamız gitti. Kebap Fatma'sa kala. Hamuz bırak ol çekin. Ben nece kol çekeyim? Nedir o? Yazın pozum var be ya. Bak gel. Ala, parmağı batın mürekkebe. Bak böyle. Aa bak, böyle. Bas bura, böyle. Siz de. Gelin buraya. Hamuz, kol çekin. Çek görün, seni çek. Sen de. Yaxşı. Belki üstünde, korksun. Aha, böyle. Bunu koyak cebimize. Bolsuz subutalni, dokumentalni delil. Kağıda yazılanların hamısında gördüler, tasdik elediler. Yolla Şerif. Ne haklı sen müellimi Almaz Hanım biabır edirsen? Lekeliyirsen ha? Kışkırma ha. Sözünü de. Neci yani biabır edirsen? Bu nedir kağızında yazmışsan? Hasan kente böyle şey olurdur. Yavaş ha, yavaş. Kışkırmayla diyor ki. Biz karar çıkarmışıq. Seni mesul edeceğiz. Subut ediyin göre haçan bu kentte böyle iş olubdur. Elbette. Gece sahile kimi Almaz Hanım'ın yanında keyif çekenden sonra böyle demişersen bana. Ne? Ben? Yok, ben. Ola, uşak kimin değil? Atasız da uşak olar. Seninki değil, bes kiminkidir? Koy cemaat desin. Ay cemaat. Atasız uşak görürsünüz. Sen sanmayın. Şehirden Qamisiyə gelir. Kənd Sovetinin qabağı. Ortada təhqiqat heyəti oturmuşdur. Kənd Sovetinin katibi Şərif danışır. Yoldaş para seni yandırar da. Çünkü müellime senin dostundur. Subut var, subut. Buyur. Burada 150 adam kol çekmişti. Uşakları toplayıp onlara yağ, pendi, yumurta getirdirdi. Ben yalan değilim. Koy Sovet sedri desin. Eledir yoldaş bana olan ya ele değil. Sen öz gözünle gördün ya görmedin. Ben ya, bəli, gördüm. Doğrudur. Yoldaşlar. Ben qəti teklif ederim ki, yerinizden danışmayın. Hacı Ahmet. Sizin bu barədə sözünüz var mı? Yoldaş Sədir, o ki, hər nə ki Şərif dedi, hamısı doğrudur. Ancaq mən xahiş edirəm hökumətdən ki, bu dəfəri keçsin onun işi. Eybi yoxdur. Biz avamış. Deyirlər qurunun oduna yaş dayanar. Bunu bırakarsan kəndlilər o yaxşısını da qoymazlar. O səbəbə ki, ilan vuran alaçatıdan da qorxar. Ancaq mən yenə də xahiş edirəm ki, hökumət onun cəzasını biraz yüngül eləsin. Uşaqdır, bu dəfə eləyibdir, gələn səfər eləməz. Uşaqdan Laşayaz, uşaqdan. Bunlar hamısı boş söhbətdir.
Vallahi uşaqdan nə deyim? Mənim ki bu barədə dilim varmır. Ancaq belə adam bu kənddə daha duruş gətirə bilməz. Vətəndaş Barat, siz nə deyə bilərsiniz? Mən onu deyə bilərəm ki, Almaz xanım gələni məktəb nizamə düşüb. Hər gün bizimlə söhbətə gəlir. Biz onun yanına söhbətə gedirik. Söhbət deyəndə ki, həmişə elə kəndin işlərindən danışırıq. Uşaq məsələsində danışsana. Uşaq? Mən o barədə bir şey bilmirəm. Ola, sən öz uşağın barəsində heç bir şey bilmirsən, hə? Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsi qərəzlikdir. Bizim kəndimizə onun kimi işləyən müəllimə gəlməmiş. Məktəb üçün piyanini alıb, stol getirtdirib, Mirzə Səməndər neyniyib, hə? Bildirçin oğlamaqdan başı aşına ayrılır. Yalançının Həzrət Abbas belindən vursun. Mən heç bildirçin oğla getmişəm. Vətəndaş Abdi, siz nə deyə bilərsiniz? Yoldaş sədr, deyir bəzənirəm xanım döyür, bəzənmirəm ağam. Deyim yaxşıdır, necə deyim? Deyim xarabdır, gənə necə deyim? İnsaf da dinin yarısıdır. Vallah, qalmışam belə. O kişinin qızı düz işləyir, mərd adam. Bu qədər həşəratın içində davam eləmək elə zor iş. Heç utanmırsan o ağsaqqalına? Vətəndaş Fatmanısa, siz müəllimə Almaz haqqında nə deyə bilərsiniz? Mən bu kətdəyəm amayam. Hələ qaş qarala qaralmayaydı. Gördüm ki xanımnaz gəldi. Dur bizə gəl. Geçişdim gördüm ki iş qurum qulaydı. Ayar var. Allah'ın yoktur. Ben haçan senin için gelmişim. İmanın yoktur. Ölmeyeceksen uşaq nedir? Sen kimin uşağını tutmuşsan? Sənin qızın. Mən and içmişdim ki heç kəsə demərəm. Daha eləyə bilmərəm ki böyük kömsarlardan da gizlədim. Sen gelip yalvarmadın. Ayar var. Sen hiç bizim evimize gelmişsən. Niçin benim uşağımı bedbaxt eləyirsən? Acığın ne için gelir ay xanımnaz? Bey, məndən soruşurlar, mən də deyirəm. İstəyirsən lap belə Qurana el basım. Allah, billah, ay camaat. Bu arvad bizim üstümüzde böhtan atmış. Yaş, oturun. Yoldaş Sədir, mənim bu arvada bir sualım var. Soruşun. Qoyun o desin, uşaq qızdır, oğlandır. Hə, dillənsənə, imansız, qızdır, ya oğlan. Hə, desənə. Məsələ aydındır. Siz ancaq uşaqların oynaması haqqında danışın. Sürmə? Bəli, müəllimə. O gün sizin əlinizə, boğazınıza baxan kim idi? Bu kişi idi müəllimə. Mənim gözlərimə dərman da tökdü. Qoy hamı bilsin. Yoldaş Temurtaş doktordur. O mənim xahişimə görə uşaqlara baxırdı. Sabah da baxacaqdı. Sonra kızım Sürmə, siz o gün nə oynayırdınız? Biz yenikəndə oynayırdıq müəllimə. Kəntlilər, bu bir oyundur. Onu indicə də göstərmək olar. Bu sözler bize lazım değil. Uşaktan danış. Uşaqdan. Sakit. Uşaq məsələsini biz indi aydınlaşdırarıq. Qoy o desin görək uşaq kim? Uşaq kimindir? Uşaq mənimdir. Atası kimdir? O sizin borcunuz değildir. Desene borcum bilsin kimim? Dayanın. Ay cemaat, ona dəyməyin. Dayanın, mən sizə işin doğrusunu deyim. Yaxşı. Ayın, onu öldürmeyin. Onda bir təqsir yoxdur. Hamınız bilin, uşaq mənim. Bundan sonra bütün məsələlərin üstü açılır. Uşağın kimin olduğu aydınlaşdırılır və qolçamaqlar ifşa edilirlər. Biz kəndlilər tələb eləyirik ki, qolçamaq dəstəsi tutsa olun. Yoldaş Almaz, indi bir də soruşuram. Siz özünüzü təqsirli bilirsinizmi? Bəli, mən özümü təqsirli bilirəm. Bilirsiniz? Bəli, mən özümü təqsirli bilirəm. Çünki mən bu envalit çuxası giymiş, qolçomaq Hacı Əhmədlərə, şəriflərə, Mirzə Səməndərlərə qarşı iş görülə biləcəyini yaxşı düşünməmişdim. Mən tək başına mübarizə aparmışam.
Mən səhvlərimi boynuma alıram. Ancaq bu səhvlərim düşmanları sevindirməsin. Mübarizə davam edir. Səhvlər mənə çox şey öyrətdi. Yoldaşlar, mesele aydındır. Almas'ta hiçbir taksir yoktur. Bunun için Hacı Ahmet, Şerif, İbad, Baloğlan, Fatma Nisa ve Mirza Semender mesuliyete alınırlar. Siz Cəfər Cabbarlı'nın Almas piyesinin radyo tamaşasını dinlediniz. Almas rolunda xalq artisti Sona Hacıyeva çıxış edir. Əsər 1954-cü ildə lentə alınıb.